O nədir hazırladığı? Bu isə mənim uşaqlar üçün hazırladığım bəzi birləşməyə malik modellərdir. Məsələn, CH4 metan qazı, NH3 amonyak qazı, H2O isə qazlamışam. Böyle sizə təqdim etdim. Birinci qarışıq qabaca qarışıqlardır, yəni ikincisi qarışıq. Bu qarışıqlara tərkib hissələrini nəinki ali bölgülərlə qarışdırdıqda biz onu gözlə görürük. Ay sağ ol. Hidrogen qarışıqların növləri. Hidrogen qarışıqları suspensiyon və emulsiyonluqda iki yerə bölünür. Suspensiyon və ayrı risklərlə kömür vasitəsilə. Hidrogen qarışıqları ayrı qısımlar sıxılmışdır. Çünki məsələn biz toyuqla dəmir tuzunu qarışdırırsa, o farklı hissəsində və mən bağlı hissəsində dəmir tuzunu